Özünüzü məktəbdən kənarda necə inkişaf etdirirsiniz? Hansı dərnəklərə gedirsiniz? Mən özümü kitablar oxuyuram. Fizikadan olimpiyada gedirəm məktəbdə. Məqsədim telefonu qazanmaqdır və bir çox məsələn ölkələr haqqında marağım var. Bayraq haqqında oxuyuram. Ondan sonra tarix haqqında da bir çox kitablar oxuyuram. Sadəcə təhsil haqqında deyil, özümü də inkişaf etdirmək üçün üzgüçülük, şahmat və ya digər dərnəklər, məsələn, idmanla əlaqəli digər dərnəklərdə qoşulduğum üçün özümü yaxşı inkişaf etdiyimi düşünürəm və məsələn, sadəcə idmanla deyil, insan öz məktəbdən kənar, təhsildən kənar da özünü inkişaf etdirməlidir. Bunun haqqında məsələn, digər məsələn, sadəcə təhsildə öyrədilənlər artıq dövrümüzdə çox qabağımıza getməyimizə imkan vermir. Buna görə də kurslara və yaxud da ki, hazırlıqlara buna daxildir riyaziyyat, Azərbaycan dili və ingilis dili. Ən əsası da ingilis dilidir, çünki indiki bu dəqiqə bütün hər yerdə ingilis dili çox vacibdir. Azərbaycan dövləti turistik bir məkan olduğu üçün də hər yerdə istifadə oluna bilir. Mən tamaşalara çox vaxt gedirəm. Tamaşalarda həm kömək eləmişik tamaşalarda, elə vaxt olub özümüz də iştirak eləmişik tamaşalarda. Bizi çəkiblər, paylaşıblar. Belə kitablar oxuyuram çox vaxtı ki, imtahanımı yaxşı verim. Mən əsasda riyaziyyata üstünlük verirəm, hazırlığa gedirəm, STEM dərslərinə üstünlük verirəm, informatika, IT işnikləri üzrə, robotlarla falan işləyirəm, düzəltməyə çalışıram, özümü inkişaf eləməyə çalışıram o barədə. Həmçində Azərbaycanı təmsil etməyə çalışmaq istəyirəm ki, başqa ölkələrdə Azərbaycanı tanısınlar yaxşı ünsiyyətlərlə. Mən çalışıram fizikanı, kimyanı çox oxuyum, birinci qrup üzrə vermək. Hər gün hazırlığa gedib gəlirəm, çalışıram, oxuyum, eləyim, məktəbimizin adını qaldırım.